Salam hörmətli abituriyentlər, Slavyanların Azərbaycana yürüşləri haqqında danışacağıq. Bu Slavyanlar öz ilk dövlətlərini Kiyevdə 882-ci ildə Alek tərəfindən yaradırlar. Yəni onun vasitəçiliyi ilə dövlət yaradırlar. Elə 9-cu əsrin sonlarından da başlayırlar yürüşlərə. Slavyanların Azərbaycana ilk yürüşləri 9-cu əsrin sonudur. 909-da Abaskun adasına hücum edirlər, yerli əhali tərəfindən məğlub edilirlər. 910-da Sarı adası, Xəzərin cənub-qərbi və Gilan qarət edilir. Geri qayıdanda Şirvanşahlar tərəfindən bu səfər məğlub edilirlər. 914-cü ildə daha nizamlı, daha böyük qüvvə ilə yürüş edirlər. Geri qaydanda Xəzər türkləri tərəfindən məğlub edilirlər. 944-də Bərdəyə yürüş edirlər. Şəhəri qarət edirlər. Şəhər tənəzzülü uğrayır, ziyan verirlər. Sonra da yoluxucu xəstəlik yayılır bunların arasında və tərk edirlər Bərdəni. 987-ci ildə Dərbənd hakimi yerli əyanlara qarşı mübarizədə Slavyanları köməyə çağırır. Biabırçılıq. Bizim öz Dərbəndli hakimimiz gedir Slavyanları köməyə çağırır. Adı da bilirsiniz nə olub? Əvvəl dərsliklərdə var idi, indi yoxdur, lazım deyil. Maraq üçün deyim də, Maymun. Maymun İbn Əhməd. Yeri gəlmişkən maymun, meymun ərəbcə gözəl deməkdir. Nəysə. 1030-cu ildə Şirvana hücum edirlər. Şəddadi Musa Beyləqanda qiyam qaldırmış qardaşına qarşı Slavyanları köməyə çağırmışdı. Şəddadi Musa. Bu haqda biz keçmiş dərsin izahında danışmışdıq. 1032-ci ildə Slavyanlar özləri azmış kimi Sərir və alanları da özləri ilə qabırğa kimi gətirirlər. Şirvana hücum edirlər. Əsas hədəf Şirvan, Şamaxı idi. 10.000 insan qətlə yetirilir. Amma bu dəfə Dərbənd hakimi Slavyanları qovur. Bu artıq başqa Dərbənd hakimidir. 1033-cü ildə Slavyanlar, alanlar yenidən yürüş eləsələr də Azərbaycana məğlub edilirlər, geri qayıdırlar. 1175-ci ildə Şirvana yenə yürüş edirlər. Aksitanla Gürcü çarı 3-cü Georginin münasibətləri əla olub. 3-cü Georgi Aksitana kömək edir ki, bu hücumun da qarşısı alınsın. Slavyanların Azərbaycana yürüşləri haqqında bu qədər. İndi isə vəsaitimizə keçin və oradan dərsimizi yaxşıca öyrənin. Sağ olun, gələn görüşlərə dək.